Bəli, 34 ildən sonra biz Kosaların baş hissəsində olan Dəflər deyilən yurdumuza gəlib çıxdıq. Bax, bu gördüyümüz açıq hissələrdə biz Elad kimi gəlib buralarda heyvanlarımızı saxlayardıq, yaylağa gələrdik. Yol boyu olan bütün çətinliklərə, yağışlara baxmayaraq bura gəlib çatdıq. Bu günləri hava olduqca dəyişkəndir. Həm yağışa düşdük, həm görürsünüz çox hündür dağlıq ərazilərə gəldik. Nə deyim, bu gözəl məqamı yaşadığımız üçün çox xoşbəxtlik.